Nəyə başa düşmürsəz yerindəcə soruşun, boşluq qalmasın. Ekranım görünür də, düzdür? Bəli. İstifadə edirsiniz də VS School-dan. Bəli, müəllim, mən istifadə edirəm. Bəli, istifadə edirəm. Deməli, Python-da iki əsas döngü var. While-dir, bir də for. İkisindən də istifadə edə bilərsiniz. Yenə də bu da nəyə oxşuyur? If-lə match statement-ə oxşuyur. Məsələn, mən şəxsən öz rastlaşdığım vəziyyətlərdən deyim. Elə vəziyyət var, while mənə daha rahat gəlir. Elə vəziyyət var, for daha rahat gəlir. Amma konkret bunu belə bir siyahı kimi çıxartmaq olmaz. Yəni, burada while işlət, burada for. Onu işlətdikcə real praktikada, tapşırıqlarda görəcəksiniz ki, burada bu vəziyyətdə while yaxşıdır, bu vəziyyətdə for yaxşıdır. Sadəcə ikisini də bilməniz yaxşıdır. İkisini də sintaksini, düzgün istifadə qaydasını bilməlisiniz. Ondan sonra özünüz qərar verəcəksiniz. Hansı rahatla onu istifadə edəcəksiniz. Bugün while-ə baxırıq. Bugün çalışaq while-i bitirək, boşluq qalmasın. Deməli, while döngüsü yenə mən sizə demişdim ki, nəyə oxşuyur? If-ə oxşuyur. Deməli, while yazırıq. Qarşısında bir şərt olur. Şərtin nəticəsi true ya da false. Burada belə də yaza bilərik, fərqi yoxdur. Məsələn, list yaratdım. İçində boş olsa false-dur, dolu olsa true. O false true-ları bilirik deyə ora girməyəcəm. Deməli, bu şərt hissəsi yenə qoşa nöqtə düşdü aşağı blok. Daxili blok necə? Bir tabla və ya 4 boşluğuna yenə ard elədim. Print. Bax, bu təhlükəli dediyim məsələ budur. Deməli, biz indi bunu deyək, bu birinci sətirdir, bu ikinci sətirdir. Aşağıda da nəsə yazaq. Sən sağ ol. Deməli, ikinci sətir, birinci sətir, ikinci sətir, üçüncü sətir. Biz dedik ki, interpretator kodu yuxarıdan aşağıya doğru oxuyur, soldan sağa doğru oxuyur və icra edir. Burada bloklar var. Məsələn, input nə idi? Input dayanacaq idi. Soruşurdu istifadəçidən. İstifadəçi məlumatı daxil edəndən sonra, məsələn, növbəti sətrə keçirdi. Burada amma döngüdə biraz fərqli işləyir. Məsələn, döngüdə bax, bu birinci sətir, ikinci sətir və ondan sonraki sətirlərdir. Ola bilər, bunun yuxarısında da kodlar olsun. Bunun yuxarısında problem yoxdur. Bir-bir gəlir. Dəyişən də yaratdı. A15. A bərabərdir 15 yaratdı. Gəldi, bura çatanda artıq burada elə bir şey, fərqli bir işləyiş var. Nədir işləyiş? Bunun daxili bloku biz dedik də, istəyirsən alt-altdan 1000 sətr yaz. Bu while-ın blokudur. Burada nə qədər şərt ödənirsə, bax, bu vəziyyətdə ən təhlükəli kod budur elə. Bu sonsuz sayda salam çıxardacaq. Sürətlə salam çıxarda gələcək. Çünki niyə görə? Ümumiyyətlə, bunun işləyiş prinsipi budur və buradan o tərəfə də getməyəcək. Elə gələcək, bax, ikinci sətrə true-dur, gəldi print, salamı çıxartdı, təzədən qayıtdı bura true-dur. Yəni, burada heç bir məntiq yoxdur, ancaq true, salam. Bu salam sonsuz sayda həm çap olunacaq, həm də yazılır axı rəmə. Sonsuz sayda yazıldığına görə rəmimiz dolacaq. Onda kompüteri söndürüb yandırmaq lazımdır, ya restart eləmək lazımdır ki, rəm sıfırlansın. Yenə gəlib bu kodu işlətsən, yenə rəmin dolacaq. Bura qədər problem var. Xeyr. İndi gəlir məsələyə. Bura true yazdıq, mənasız oldu. False da yazsam yenə mənasızdır. Bu səfər bloku heç vaxt istifadə eləməyəcək. Gələcək gözəl false-dur, bunun daxili. Yəni if kimi də. Sadəcə if-də necə idi? If-də gəlirdi, yoxlayırdı şərti. Şərt ödənirsə, içəridəki kodları icra edirdi, çıxırdı, gedir. Burada amma təzədən bir də qayıdır. Ona görə qayıtdığına görə buna döngü deyirlər. Biz onda bura nə yazmalıyıq ki, bu mənalı olsun. Yəni hansısa bir proses keçsin, o şərt true olsun, bir müddət sonra false-a çevirsin, artıq işləməsin.
onda biz bir dəyişən yaradırıq. Bu dəyişən belə deyim, proqramlaşdırmada adət-ənənə deyilən bir şey də var. Bu adət-ənənədən bunu belə qısaca belə desəz, rahat olarsınızsa. Bunlardan nə qədər çox istifadə eləsəz, bu həm beynəlxalq istifadə olunur, həm də bunları daha çox istifadə edən proqramçı daha belə deyim də savadlı proqramçı hesab olunur ki, bu əvvəldən proqramçıların istifadə elədiyi şeyləri istifadə edir. Biz məsələn A dəyişəni yaratmışıq, amma döngülərdə 99% hallarda i istifadə olunur. i indeksin baş hərfi kimi də götürülür, amma həm də adət-ənənədir. Yəni burada istənilən bir dəyişən yarada bilərsən. Biz indi burada necə eləyək? Nə sistem quraq ki? Bax burada. Mən bura gəlib yazıram. i nə qədər ki kiçikdir 10-dan, düzdür? İndi bunu belə boşluqla yaza bilərik də. i-ni qıraqda yaradıram. i bərabərdir 0. Deyirəm ki, i 0-a bərabərdir və burada şərtimiz var. i ondan 0-dır, bəli. Problem yoxdur ki. Və bunun salamını çap elədim. Yenə gəlib baxır, i ondan balacadır, bəli. Bu belə-belə yenə sonsuz getdi. Mən bunu nə vaxtsa bunun false olmasını istəyirəmsə, gəlirəm nə edirəm? Operatordan istifadə edirəm. 1. Yəni, bax, elə bir ki, indi i-nin dəyəri burada yazaq. Birinci döngüdə, bax, birinci dəfə icra olunanda bura qədər. Elə bir dəfə, bir aborot deyək də bunu. Bir aborotda i-nin dəyəri neçə olacaq? Sizcə? Bura gəlib çatana qədər də belə deyək. Bir aborot gedir də, bir dəfə elə bir 3 sətr icra olundu. i-nin dəyəri 0 kimi qəbul edilib, gəlib sonda, düzdür? Düzdür deyil. Düzdür. Burada sonda biz onu artırırıq və təzədən gəlir ikinci dəfə, ikinci aborot. İkinci dəfədə bu 3 sətri işlədəcək. Blokla bir yerdə while işlədəcək. Gələcək, baxacaq. Bu səfər deyir ki, i 1-dir, ondan kiçikdir, bəli. Təzədən bir dənə də salam çıxartdı, ikinci dəfə salam çıxdı. Sonra i-ni bir dəfə artırdı, bu səfər oldu 1. Belə-belə artanda gəlib ona çatacaq nəyə? 10-a. 10-a çatanda 10 ondan kiçik deyil. Bunun nəticəsi false-dur. 10 ondan 9 olsa hə true-dur. 10 olsa artıq 10-a çatanda bunun nəticəsi false-dur. Ona görə də sonunu görməyəcək. Yəni hə, indi onda nə işləyəcək, ona da gələcəm. İndi bax, run edirəm. Bunu belə qəbul eləmədi. Yaxşı. Burada mən sizə demişdim də, döngülərdir, bloklardır. Biraz burada bunları işləmək problem. Burada işlədik. Baxaq, burada i yazım. Burada da əslində səhv göstərir. Bir dənə blok düzəldək. Görürsünüz, burada bir dənə tabı sildim, təzədən əlavə elədim. İndi düz göstərir. İndi yoxlayaq. Bax. Neçə dəfə salam çıxıb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dəfə çıxmalıdır. Niyə görə? Çünki bu şərt 9 dəfə ödənir. Bax, özümüz gəl fikirləşək də. Bir dəfə salam çıxardanda, 0 olanda bir dəfə salam çıxdı. 1-də ikinci dəfə. 2-də üçüncü dəfə. Bu formada gələcək 10-a çatana qədər. İndi bunu daha yaxşı görmək üçün biz 10 eləməyək də. Bunu gəlin 5 eləyək. 5 eləyək ki, saya bilək də. Çox olanda saya da bilmirik. Bir saniyə. Və sayaq. 2, 3, 4, 5. Elə yazdığımız qədər, əgər 0-dan başlamışıqsa və burada bir şərt qoymuşuqsa, 5-dən kiçik. Bu 0-dan başladığına görə 5-ə qədər elə 5 eləyir də. Bir dəfə 0 yoxlanır. 1, 2, 3, 4. Elə bir şey, burada hansı rəqəmlər olanda doğrudur? 4 olanda doğrudur. Bir dənə də 0 var. 4 üstə gəl 1. Yəni 5 dəfə blok icra olundu. Sonra sağ ol da, heç sağ ol. Bu bulundu. Aydındır, bu formada. Qıraqda bir dəyişən yaradırıq, adı i və onu artırırıq. Onu artırdığımız müddətdə hansı
kodlar icra olunsun, neçə dəfə icra olunsun, onu biz təyin edirik. Döngü budur. 5 dəfə bu blok while ilə birlikdə icra olundu. Deməli, artırmasan sonsuz döngü olar. Bəli, niyə görə? Biz dedik ki, artırmasaq təzədən gələcək. Bu şərt həmişə true olacaq. Elə bil bura true yazmışıq. Hər dəfə də bu da dayanmadan kodu oxuyacaq, icra edəcək, oxuyacaq, icra edəcək. Sonsuz sayda yazacaq. O qədər yazacaq, bizim ramımız dolub daşacaq. Onda da dayanmayacaq. Yenə kompüteri çökdürəcək deyə belə deyim. Ona görə də burada blokunda elə bir belə deyim, fərqi yoxdur. Bunu artırmaq ola bilər. Məsələn, başqa bir yanaşma edirəm. Deyirəm ki, i bax belə bir şey yazaq. i kiçikdir 0, düzdür? Bunu yazsam 5. İlk hələ ki belə deyim də şərt görək 0-dan böyükdür, ya da 0-dan kiçikdir. 0 böyükdür i ilə, düzdür? Belə yazmıyorum da, belə yazaq. i nə qədər ki 0-dan böyükdür, bu yəni kod icra olsun. Belə olsa yenə sonsuz gedəcək. Niyə görə? Çünki i-nin qiyməti artıq əvvəl 5 idi, olacaq 6, 7, 8. Onda mən gəlirəm, nə edirəm? Deyirəm ki, sizcə i-ni bir dəfə, hər dəfə bir dəfə azalt. Çünki 5-dən gəlsin, mənfiyə düşsün ki, bu axırda false olsun. Və əsas məntiq, döngünün əsas məntiqi budur. Artıq bunu da işlətsək, yenə eyni şey olacaq. Yəni, geri sayım da eləyə bilərik, irəli sayım da eləyə bilərik, fərqi yoxdur. Bir də bunun içərisində bəzi açar sözlər var. Onları yazanda ona uyğun davranış edir döngümüz. Məsələn, bax, belə bir şey yazaq. Bunları ləğv edək hələ ki. Blokda yazıram. Deyirəm if i bərabər 2. 5-dən 0-a qədər işləməkdə 5 dəfə işləməliyik də. Deməli, indi baxırıq. Bu normalda 5 dəfə çıxırdı. Çünki 5-dən geriyə 0-a doğru getməlidir, çıxartmalıdır. İndi baxaq. 3 dəfə işlədi. Niyə 3 dəfə işlədi? Çünki bu break sözü dediyimiz o döngünün xüsusi sözləri var. Bunlardan da breakdir. Break nə edir? Döngüdən çıxardır interpretator. Yəni deyir ki, oxuma. Döngü bir də qayıtma. Bu formada i gəldi 2-yə çatdı. Əslində bax i-ni azaltmışıq da. i 2 olanda da gəlib burada true verməlidir. Bir dənə də salam çıxmalıdır. Sonra i 1 olanda da bir dəfə də işləməlidir. Bir dənə də salam çıxmalıdır. 5-dən olacaqdır. Artıq i 0-a bərabər olanda burada normalda 0 0-dan kiçik deyil. Bura false-dur. Ona görə döngümüz işləməyəcəkdir. Burada break sözü işləri dəyişdirdi. Yəni, baxmayaraq ki, bu şərt true-dur. Yəni, i-nin 2 dəyərində true-dur. Deyir ki, i 2 olarsa, fikir versiniz, bu bloka girmişik. Bax, bu bloka girmişik, buradan çıxa bilmirik də əslində. 5 dəfə bunlar icra olmalıdır. Amma burada bir dənə də if bloku əlavə elədik. Dedik ki, yox, əgər i 2-yə bərabər oldu, döngüdən çıx get. Yəni, bu Lorem dilində ancaq bunu belə demək olar. Bu break statement, yəni bu işi görür. Bax, burada da görsən, döngü dayanır. Bunun içərisində, bax, burada siz bunu azaltmağı yuxarıda eləsəz biraz fərqli formada olacaq. Aşağıda eləsəz başqa formada olacaq. İndi bax, belə eləyək. Bu döngüləri niyə görə çətin başa düşürlər? Niyə görə yaxşı istifadə edə bilmirlər? Çünki, məsələn, mən özüm döngü dərsini keçəndə müəllimdən o dərsi alanda mən girib döngünün hər tərəfi dəyişdirmişdim, qucaqlaşdırmışdım. Çox adam eləmir. Gəlir ki, i-ni içərisində artırmaq və ya azaltmaq lazımdır, nə bilim, if işlərsən. Amma məsəl üçün, mən gəlib belə deyirdim. Bax, öz metodumu deyirəm sizə. Deyirəm, i-ni mənə çap edə bir. Görək, i əvvəl 5 imiş. Döngüdən çıxandan sonra görə i-ni başına gəl. i 2 ol, düzdür? i 2 ol. Yaxşı, biz bunu hara qoyaq ki, i 2-dən fərqli qiymət alsın? Bax, ona fikirləşmək lazım. Biz bunu harada azaldaq ki, i 2 qiyməti olmasın, başqa qiymət olsun.
Buradan götürək, bax belə eləyək. Yuxarı qoymaq olar, yuxarı qoymaq, printin üstünə. Burada qoysaq yenə bu ikisi onsuz da if-lə əlaqəsi yoxdur. Axı bu ikisi ilə hər dəfə icra olunacaq. Bax biz bunu breakin altında, amma while-ın yenə blokunda yazaq da. Belə bir şey yazaq. İndi baxaq. İndi də 2-dir. Bəli. Yaxşı, bəs bunu if-in içərisinə alsam. Sizcə bu sonsuz döngüdür, yoxsa işləyəcək? Rəngi dəyişdi biraz belə. Rəngi dəyişməyə düzdür, amma sintaks formasında buna necə baxmaq olar? Bax, bu if-in içərisinə girməsi üçün, i-ni azaltması üçün nə olmalıdır? Bu i-nin belə deyim də 2 qiyməti olmalı, düzdür? i amma gəlir baxır. Görür ki, i 0, i 5-dir. Ona görə də bu kod heç vaxt icra olunmayacaq və i də azalmayacaq. Yenə bu həmişə sonsuz dönəcək. Bu if bloku işləmədən dönəcək sadəcə. Belə bu 2 sətir var. Bu 2 sətir sonsuz sayda dönəcək. Çünki həmişə 5-dən böyükdür. Bunu azaltmamız üçün şərt doğru olmalıdır. Yaxşı, bunu belə eləsəm, 5 eləsəm. Görürsünüz nə qədər fərqli situasiyalar. i bərabər 5. 5-də də yanacaq da bu dəfə. Elə bir 5 fisiya. Bir dənə verəcək də Yəni. yəni. Bax, breakdən sonradır deyə. Fikir verirsiniz, breakdən sonradır deyə. Qırılma, bu heç vaxt görülməyəcək. Çünki breakin altındadır. Mən götürürəm bunu, nə edirəm? Buraxdım. İndi baxaq. i-nin dəyəri neçə olacaq sizcə? Döngüdən sonra. i-nin dəyəri 5. Döngüdən sonra. Fatimə Könar Əliyev. Müəllim 4. Fatimə sən nə fikirləşirsən? Mən 4 olacaq. Yəni 4 deyəcək. Gəl baxaq. deyəcək. Nə oldu? i 5 imiş. Gəldi bu şərt ödəndi. Salam bir dəfə çıxdı. Bu heç bundan işimiz yox. Bu blok ödənir. Bəli, ödənir. Bura daxil oluruq. i-ni bir dəfə azaldırıq və while döngüsünü tərk edirik. Tərk etdiyimizə görə də 4 qiymətini biz tərk edirik. Yəni bunu da bilmək lazımdır. Yəni hansı dəyərlə girdik, hansı dəyərlə çıxdıq, onu da biləndə daha yaxşı başa düşürsünüz ki, hansı blok işləyir və s. Aydındır. Bax, fikir versiniz, indi 4 oldu. Yəni burada fərqli if-lə, else-lə fərqli situasiyalar yaratmaq olar, amma hələ ki break-i başa düşdünüzsə, döngünü tərk eləməyə səbəb olur. Yəni okeydir. Continue statementi isə, yəni bu break-dən fərqlənir. Nə ilə fərqlənir? Oxşuyurlar bunlar. Elə bil ki, əmi oğludular. Amma continue yazsam. Bu nə isə atlamalıdır elə bil. Hansı bir rəqəmi keçəcək, atlayacaq, ondan sonra icra edəcək. Yox, davam edir. Təzədən yenə çıxacaq. Onlar Yox. hansı rəqəmi atlamalıdır. Bax, biz bunun Print salam aşağısında eləyək. yazdığımız kodlar, continue aşağısında yazdığımız kodlar biz if-lə çap eləyək də. Burada 5 qiymətini eləməyək də. Biz gəlin elə burada da i bərabər 3 bu bloka daxil olsun. Print i. Belə. Elə bil 3 oxumayacaq, hə? Bax, Elə bu blok fikir verirsiniz bu bloka. i 0-dan kiçikdir. Yenə bu 0-a gəlib çatmalıdır. 3 qiymətində yenə azaldacam mən i-ni. Sadəcə burada bir dənə məsələ var. Biz bunu belə azaldırıq. Burada azaltmaq bizə başarılı olacaq. Çünki heç vaxt azalmayacaq. Burada azaldıq da. Düzdür? Hə. Salamı çıxartsan, i-ni azaltsın, sonra gəlsin bura yoxlasın. Hə, indi baxaq, görək. Amma bu if-ə aid deyil də. If-in if ailəsi hardadır? Buradadır. Bu while-ın. Düzdür? İndi baxaq.
Print i 00 print i 00 deyək. Salam. Deməli, gəl hər iki dəfə, bir dəfə salam çıxdı, iki dəfə 0 çıxdı. Niyə? Baxaq. i-nin birinci qiyməti 5 qiymətidir. 5-i azaldıb burada 4 eləyib. 4-dən sonra burada print bunu silək. Bu bizə mane olacaq. Belə baxaq. Bax, bir şey ver. Salam 4, salam 2. Salamı da buradan silək ki, yəni bu da bizi çaşdırır. Belə daha sadə olsun. Baxaq. 4, 2, 1, 0. Deməli, bax, hər dəfə print işləyib. Yəni 5 dəfə işləməlidir də, düzdür? 5 dəfə işləməlidir. Çünki şərt 5 dəfə ödənir. Amma burada nə proses baş verdi? i3-ə nəzərə almadı. Elə 3-ə bərabər olanda bu continue gördü, dedi axı bu break-in əmsi uşağıdır. Break-i görəndə ümumiyyətlə döngünü tərk edib gedirdi. Burada dedi, yox, mən continue gördüm, while-in aşağısında nə kodlar yazıbsa onlara baxmıram, təzədən qayıdıram, while-i bir də işlədirəm. Break ilə continue fərqinə baxın. Break gördü, ümumiyyətlə daha şərt ödəndi, ödənmədi, ona maraqlı deyil. While döngünü tərk edirik. Amma continue gördüksə, bu aşağısındakı while-in aşağısındakı kodlarına baxmadan təzədən bir də yoxlayır. Və təzədən bir də interpretator qayıdır 4-cü sətrə, buradan oxuya-oxuya bir də gedir. 3 qiymətində biz onu çap eləmədik. Ona görə də 3 bura düşmədi. Continue o işi gördü. Bloku elə bir ki, buradan o tərəfəni bağladı, kilitlədi. While döngüsü təzədən bir də döndü. Onda artıq indi 3 qiymətində bu printi görmədik. Gəldi bura təzədən bir də qayıtdı. i 3-dən belə deyək də 3 0-dan böyüdü, bəli. Onu azaltdı, 2 elədi. Bura daxil oldu, sizcə oldu, olmadı? Daxil olmadı. Olmadığına görə, bəli, continue-nu da görmədiyinə görə gəldi, buna icazəsi var. Bunu çıxartdı, 2-ni çıxartdı, 1-i çıxartdı, artıq 0-ı da çıxartdı. 0-ı da çıxartdı, daha doğrusu necə çıxartdı? Çünki 1, bax bu 1 qiymətində 1 0-dan böyüdü, bəli, böyüdü. 1-i kiçiltdi, 0. Yenə bura daxil olmadı. Axırda da 0-ı çap edib çıxdı. Amma 0 qiymətində bu işləməyəcək. Bunu bax çox adam qarışdırır. Deyir ki, 0-da da bu trudur. Xeyr. 0-ı biz burada almışıq. Yəni şərt ödənəndə 1 imiş, içərisində 0 oldu, çıxdı, getdi. 0 qiyməti ilə biz tərk elədik döngünü. Continue statement-də budur. Bir də bunun e-si var. Gəl elə buradan yazaq. Amma bunun e-si if-in e-sindən çox fərqlənir. Nətər çox fərqlənir? Bax, burada da deyirəm ki, fərqlənir, amma oxşar tərəfi də var. İndi özünüz görəcəksiniz. Elə yazaq. İşlədək. Bax. Deməli, nə zaman else işləyir? If-də biz demişdik ki, if else, if doğrudursa if işləyir, doğru deyilsə else işləyir. Burada belə deyil. Burada hər dəfə gəlib bunu yoxlayır, düzdür? Bunun hansısa bir qiymətində burada false olduğuna görə gəlir, onda avtomatik olaraq else yazıbsansa else işlədib sonra gedir. Bu da elə while blokudur əslində. İndi yaxşı. Continue yazmışam. Continue da heç də bura aiddir. Nə zaman else işləyir? Bu 0 qiymətində, düzdür? 0 0-dan böyük deyil. Bu da bərabər olsaydı okeydir. Amma belə ödəmir. False olduğuna görə gəlir deyir ki, ümumiyyətlə Python-da bu cür yanaşmadır ki, mən burada false gördümsə gəlir while else-ni işlədəcəm. İçərisində nə kodlar varsa icra eləyəcəm. Yəni bu da o deməkdir ki, while-in else varsa o həmişə işləyəcək deməkdir. Yəni siz elə düşünməyin ki, bu nə zamansa işləməyəcək. Yox. Nə zaman işləməz? Hansı zaman işləməz? Buradakı yazdığım dəyər həmişə true-dursa, onda else heç vaxt onsuz da bu vəziyyət heç mənim kompüterimdə işləməyəcək, nəinki else işləsin. Çünki sonsuz dönəcək, sonsuz print olunacaq və ya da kodlar icra olunacaq və mənim else ümumiyyətlə gəlib çatmayacaq else. Aydındır. Bura qədər
Kim nəyə başa düşmədi? Mən aydındır. Burada çətin bir şey yoxdur. Yəni blok məsələləridir. Sadəcə vali yazanda şərtini elə yazmaq lazımdır ki, içərisində elə bir proses eləmək lazımdır ki, mənə lazım olan kodları yazıram və bu şərti axırda false-a çevirəcək bir iş görməliyəm. Məsələ odur. Elə bir şey yazmalıyam ki, o axırda false olsun ki, bu döngünün tərk edib çıxıb gedək. Else əgər işini bitirdi məsələsi və yaxud da elə bir mənalı bir vəziyyət ola bilər ki, sən burada deyəsən ki, sıfıra məsəl üçün bərabər olanda hansı bir proses getməlidir də. O kodları da bura yazırsan. Məsələn, belə bir şey deyək. I sıfıra bərabər olanda mənə lazımdır ki, A-nı nə edeyim? Dəyişən də yarada bilərəm. Hər şey edə bilərəm. Yazır. 5. Mənə lazımdır ki, i sıfıra bərabər olanda A-nı 5-ə vuram. A-nın əvvəlki qiymətini 5-ə vuram. Bu formada yaza bilərik. Bu S-də olsun. O S statement. Bir dənə bax burada qeyd. Onu yaddan çıxartmayın. Döngü break ilə dayandırılırsa S bloku işləmir. Bayaq dedim ki, bəs hansı vəziyyətdə mən S-i görmərəm? Sonsuz döngü olanda, S-i yazmayanda, yazmışıqsa bir dənə də situasiya var. Continue yox. Bura break yazılıbsa, break yazıram. I-nin 3 olduğu qiymətdə biz bilirik ki, buranı tərk edib gedirdi. Burada belə bir şey yazaq. While son. Belə. Bu burada break yazıram. İndi baxıram, işlədirəm bax. Bax, nə çıxdı? Görək. Təkcə 4 çıxdı. Deməli, əvvəldən baxaq, analiz edək. 5 imiş, 5 sıfırdan böyüdü. 5-i azaltdıq, 4 elədik. 4 elədik və burada print i. 4-ü çap elədik. Sonra 4 qiymətindən gəldi, girdi bura. Fikrin. 4 sıfırdan böyüdü, bəli. 4-ü azaltdıq, 3 elədik. 3 gəldi, 3 3-ə bərabərdir, bəli. Break artıq bütün, bax, while'ın bütün işi bitdi burada. Burada da while sonu da görməliyik. Yəni, break olduğu halda biz break-ə gəlib çata bilmişiksə əgər, çata bilmişiksə nə deməkdir? Məsələn, mən yazıram ki, -1. Onda biz break-ə çata biləcəyik nə vaxtsa? Döngünün içərisində. Xeyr. Sıfırdan başlayır. Bu döngüdə ayısal, bu döngüdə 5-dən 0-a qədər proses ki, bax burada bizim gördüyümüz işin mərzi nədir? I-ni 5-dən 0-a qədər azaltmaq. I heç vaxt -1 qiymətini almayacaq. Ona görə də break heç vaxt görünməyəcək. Ona görə də bunu biz görəcəyik. Burada yazılıbsa məsələn bərabərdir 3. 3 qiymətini break-ə gördüksə bu kodları dayandırdı. Çıxdı getdi bundan sonraki kodlara bax. Bu da bu qeydi yadda saxlayın. Çünki ola bilər break sizin ELSE-sizə mane olar. Onda yəni sintaksin məsələsidir. Data tiplərlə işləməsi. Bunları onsuz da bilirik. Hər dəfə bunları danışmışıq. 0 olsa qarşısında o false olur. O heç vaxt, yəni o kod blok heç vaxt icra olunmayacaq. 0-dan fərqli bir qiymətsə həmişə true'dur. Həmişə belə deyim, sonsuz dönəcək. Float olaraq da false və 0.0 false-dur. Qalanları hamısı 0.01 də olsa artıq belə deyim də olacaq true və sonsuz sayda dönəcək. String, boş list, boş dictionary, boş set. Bu true false-da biz onsuz da baxdıq. Burada maraqlı bir nümunələr var. Götürəcəm. Bax belə. Deməli, bir dəyişənin içərisində stringimiz var. Yəni i yaradılıb və onun uzunluğunun nə qədər kiçikdirsə, biz ümumiyyətlə bax bu kiçikdir bizi çaşdırmasın. Belə bir şey belə əzbəri yadda saxlaya bilərsiniz. Bayaqlar mən bura 5-dən kiçik yazdım və 0 qiyməti ilə başlatdım. Bu döngü 5 dəfə döndü.
Deməli, burada 5-dən kiçik deyəndə 0 da nəzərə alınır deyə. Elə özü qədər dönmək söhbəti gedir. Ona görə burada çaşdırıcı bir şey yoxdur. Yəni mən burada bunu tam şəkildə çap eləmək istəyirəmsə, burada kiçik bərabərdir eləməyə ehtiyac yoxdur. Elə kiçikdir yazanda elə onun qədər çap olunacaq. Bax, bunun nəticəsinə baxaq. Hərflər bir-bir çap olunur. Bu proses necə gedir? Uzunluğundan kiçikdir. Bunu elə bir ki 5 yazmışıq və ya da 10 yazmışıq. Həmin nəticənin başqa forması. Yəni avtomatik olaraq uzunluğu bizə versin. Bəlkə burada 10 söz dayanıb, 20 söz dayanıb. Hərf sayı fərqli ola bilər və s. Və hər dəfə bax, məsələn, i-nin indi hal-hazırda 0 qiyməti ilə biz gəlib düşmüşük bura. Name-in indeksləmədir də bu. 0-cı indeks hansı hərfdir? P hərfi. Çap elədi. I-ni artırdı, elədi 1. Deməli, yəni P-miz düşdü bura. Təzədən bir də qayıtdı. Bura axı false olana qədər dönəcək bu. Gəldi yenə 3-cü sətr. Deyir ki 1. Neçədənsə balacadır. Bəli, balacadır. Print name-in birincisi hansıdır? Y hərfi. Y-ni çap elədi, bizə çıxartdı. Bu formada ta ki gəlib n-ni da eləyir, qurtarır. Len, bax bunun uzunluğuna bir dənə baxaq, görə neçədir. Bax 1, 2, 3, 4, 5, 6-dır, düzdür? Deməli bura 6 düşüb də, eyni şeydir. Elə bil əlindən 6 yazmışıq. Bu da başlayır. Prosta len axı 1-dən başlayır saymaq. Ona görə biz 0 indeks deyəndə elə axırıncı hərfə qədər davam edəcək. Orada bir dənə itki var, bir dənə də əlavə var deyə onlar bir-birinin təbii ki, mənfi müsbət tarazlayır. Burada çox adam gəlib belə edir. Bax, kiçik bərabərdir. Bu yanlışdır. Artıq dönəcək. Bu qədər bəs eləyir yəni. Birinci nümunədə də biz onu gördük. Hər dəfə də artırmaq lazımdır ki, bu getsin, bunun uzunluğuna çatsın. Burada məsələn Python proqramı, proqramlaşma dili nəsə yazsaq, hamısı hərflər dönəcək. Hətta boşluq da bax, bir dəfə də boşluq. Çünki niyə bu i artır? Hər dəfə fərqli bir indeks gələcək bura. 1, 2, 3, 4, 5 belə. Hər dəfə də o çap olunacaq. Yəni ekrana çıxacaq. Burada problem var. Xeyr. Biraz gözünüz öyrəşməyə bilər, biraz təzə bir məlumat çətin gələ bilər, amma əslində 3 gün, 5 gün məşq olsa görəcəksiniz, çox asan bir şeydir. Və beynin həzmləmə müddəti var da. Mənə maraqlı gəlir, Vail. Kimdir onu deyən? Mənim könül. While if-ə oxşadığına görə çox adam onu xoşlayır, çünki bunda else var, bunda şərt hissəsi var. Amma for-da elə deyil, for daha belə sürətli, necə sürətli? Yəni qısa yazılışla while-in içərisində biz 5-10 sətr yazırıq, for-un içərisində 2-3 sətr yazırıq, həll olur. Amma adam var, while-i belə daha çox doğma gəlir, while ondan daha çox sevir deyə ondan istifadə edir. List də eyni qaydada, bax, biz len-lə listin uzunluğunu götürə bilirik də. Len-lə biz deyə bilərik ki, məsələn, burada yenə gəlib sayacaq 1, 2, 3, 4, 5. Elə bir bura 5 yazmışıq. Nə qədər ki 5-dən kiçikdir, i dönməyə başlasın. 0-dan 5-ə qədər dönəcək. Bir dəfə 0 qiymətindən dönəcək, 1-lə, 2-lə, 3-lə, 4-lə və 5 qiymətinə artıq döngünü tərk edib gedəcək interpretator. Və hər dəfə də numbers-ın i-nci indeksi, yəni stringdə elədiyimiz məsələ yenə burada da icra olunacaq. Bir dəfə 0 düşdü bura, apel olduqda bir dəfə 0 düşdü. 0-ı çap edir. 0-cı element hansıdır? 10. Çap elədi. Bir dəfə gəlib düşəcək 1. Birinci indeks 20. Gəlir, sonra deməli 0, 1, 2, 3, 4. Düzdür, 4. 4-ü də biz görürük burada. 4-ü də çap elədi. Bura 5 düşməyəcək. Niyə düşmür 5 sizcə? Şeydən 5-5-dən böyük deyil ona görə. Çünki bura ümumiyyətlə 5 düşür. Çünki bunun uzunluğu 5-dir. Burada gəlib 5 düşəndə deyirsən ki, elə bir Python deyirsən ki, 5 5-dən kiçikdir, nə bilim 5 5-dən böyükdür. Ona görə bura false. False olduğuna görə də ümumiyyətlə daxili blok heç görünmür. Dictionary-də biz nədən istifadə edirik? Fikir versiniz, yenə qayıtdıq köhnə dərslərə. Data case. Yəni bunun case-lərindən
list, bax fikir versiniz, listə çevirmişəm. İçərisində hansılar var? Case'lər nədir? A, B, C, düzdür? Sadəcə bunlarda case'lərə nələr düşür? Burada biraz fərqlidir. Bunu işlədək, çünki ondan fərqlidir. Bunu özümüz işlədək, orada biraz müqayisə edək. Nəticə hissəsini silək. Niyə görə belə düşdü? Bunun arasında mən boşluq yazaq ki, beynimiz qarışmasın. Deməli, bunun uzunluğu ümumiyyətlə, gəlin belə bir şey deyək. Birinci, buradakı kodları yoxlayaq, başa düşməyə çalışaq. Int düzdür. Bizə nə verdi? 3. Çünki bunun, indi yaxşı, buna baxdım. Mən istəyirəm ki, case'in özünə də baxım. Çünki bilmirəm də orada nə var. Baxaq nə formada düşür. Bax, görsən necə düşdü. A, B, C. Və bu da 3 dənədir. Onun uzunluğu, len. Bunu bir listə çevirmişik. Yenə i, var döngüsü. Demişik ki, nə qədər ki 3-dən bağlısan, dönəcəksən. Burada P-yə nə mənimsədilir? P-in i-inci, yəni 0. Bax, bura təsəvvür ki, birinci 0 düşdü. 0-da nədir? A-dır. Deməli, bura düşəcək. Bura düşəcək A. Bax, bura P olacaq A. Burada yazım. P bərabərdir A. Düzdür. Bax, burada o proses baş verir. Birinci döngüdə. Burada da nəyə çap edir? Burada deməli K A olacaq. Və datanın A-cı. Bax, data nədir? Bizim dictionary-imizdə. Burada biz öyrənmişik ki, çağırma deyilən bir şey vardı. İndeksin əvəzinə dictionary-də K-yi yazırsan. K-yi yazırsan və indeksi, həmin elementi əldə edirsən. İndeksin əvəzinə. Açar söz və value-də. Bu açar sözdə nədir? A-dır. Bu da gəlib baxır. A-nın dəyəri nədir? 1. Deməli, çapda nə olacaq? A. Bu da həmin o A adlı A2 olan elementin dəyəri, values. Deməli, burada nə olacaq? K value. Formada ayrı-ayrı çap edir. Burada çətin bir şey yoxdur. Deməli, K nədirsə, fikir versiniz, bax, K nədirsə, dictionary-nin həmin K-nin valuesunu buradan almışıq. Burada proses belə gedir. Mən bunları çıxardıram buradan. İstifadə edirəm, bax. Nəyəsə artıq silmədik biz. I artıq. Yox, o K-in mötərizəsi i olmalıdır, deyəsən. Yox. Burada düz 0 vermişik. Deməli, hər dəfə i artıraq. Bir dəfə 0 düşsün. Mən sizə başlamaq sonra 0 verdim. Bir dəfə 0 düşsün. 0 düşəndə gəldi nə çıxdı? Case'in 0-cı elementi, yəni A, B, C-nin birinci elementi hansıdır? Yəni 0-cıda A-dır. A gəlib K-yə düşür. Sonra biz onu həm A-nı çap edirik, həm də dictionary-də K-yə A olan dəyər hansıdır budur. Sonra təzədən artırdıq. Elədik 1. Birinci hansıdır? B. Burada birinci element B-dir. Amma listə çevrilib. Bunu yaddan çıxartmayın. Əsas məsələ burada budur. Yəni biz burada case'ləri A, B, C-ni bir list formasına salmışıq. Ondan sonra ondan istifadə edib belə bir şey while döngüsü yaratmışıq. Mən demişik ki, bu nə üçündür? Bir dictionary-nin K-nin value-nu ayrı-ayrı çap eləməkdir while döngüsünü. Burada başa düşməyən bir şey varsa soruş. Hamı başa düşür bunu. Aydın deməli. Bunu təbii ki də bol-bol praktik etmək lazımdır ki, otursun. Amma bir dənə siz nəyə nəzarət edin? Burada həmişə true olmasın, sonsuz dönməsin. Hər dəfə kompüter söndürüb yandırmaq məcburiyyətinə qalacaqsınız.
Burada yəni dictionary başa düşdünüzsə, bu asandır, setdir. List, seti fikir verirsiniz, nəyə çevirib? Listə çevirib. Bilirsiniz, bax, list funksiyasından istifadə eləmişik. Seti listə çevirmişik. O yenə uzunluğu qədər döndürürük, iyinin içərisində artırırıq. Amma nəyi hər dəfə çap edirik? Listin, axı bunun indeksi yoxdur, setin indeksi yoxdur da. Mən bunu listə çevirirəm ki, 0 olanda 100-ü versin mənə, 1 olanda 200-ü versin, 2 olanda 300-ü versin və nəhayət bu döngünü tərk eləsin. İyini də artırma mütləq şərtdir. Nəticə təsadüfi də ola bilər. Çünki bu set bizə biz bunu listə çevirəndə bu bizə ardıcıl verməyəcək belə 100, 200, 300. Bu qarışıq da verə bilər. 200 birinci, 100 ikinci, nə bilim belə bu formatda verə bilər. Çünki setdə ümumiyyətlə biz demişik ki, bax burada biz görürük ki, bu sıfırıncıdır, birincidir. Set bunu belə qəbul eləmir. Set deyir ki, içərisində var. Mən sənə bunu verəndə ürəyim istəyən kimi random verəcəm. Deyəcəm birinci budur, ikinci budur. Setin çünki əsas prinsipi o idi. Sonra nədən danışaq? Deməli, əgər list qarşısında, while-in qarşısında əgər list varsa, içi boş deyilsə, bu dönməyə başlayacaq və sonsuz sayda dönəcək də. Çünki bu həmişə true verir. Mən burada nə etməliyəm ki, burada maraqlı bir məsələ var. Biz buranı yaradaq, ardını özümüz eləyərik. Deməli, burada nə məsələ var? Görün, başqa bir şey qalmadı burada. Mən burada fruits yazmışam. Fruits də həmişə doludur, həmişə də truedur. Bu sonsuz sayda dönəcək. Deməli, mən hansı metoddan istifadə etməliyəm? Silməliyəm bunu. Hər dəfə dönəndə bir dəfə silməliyəm. Düzdür? Burada bir şey yox. Burada hər dəfə silməliyəm. Gəl silək. Fruits hop. Buraya yazıram 0. Yəni 0-cı elementi sil. Hər dəfə bu 0-cı, yəni birinci dayanan sözü siləcək. Dolayısıyla mən bu sözü çap da eləmək istəyirəm. İstəyirəm ki, çap eləyim, sonra silim. Axırda listin içi boşalacaq. Listin içi boşaldığına görə bura boş list düşəcək. Bunun da dəyəri nədir? False-dur. Ona görə də döngümüzü tərk edəcək. Sadəcə burada belə bir maraqlı bir metod var. Bunu əvvəlini yazıram. Fruit bərabərdir. Bax, bunu danışmamışıq. Bunu mən sizdən tələb edə bilmirəm. Bu əsasən döngülərdə buna rast gəlmir. Mən bunu silirəm və bunu dəyişənə mənimsədirəm. Bu silmə, indi gəlin bax bunu print edək. Fruit, həbsin, belə. Fikir verirsiniz, bax, bir dəfə apple verdi, bir dəfə banana, bir dəfə də cherry. Niyə görə? Çünki bu elə bir ki, siləndə biz bunu demişik ki, sildiyin element var ha, onu bir dəyişəndə saxla. Yəni itib batmasın da, onu bir dəyişəndə saxla və onu hər dəfə çap eləyəcəm. Birinci döngümüzdə bizim sildiyimiz hansıdır? 0-cı indeks. Bax, bura i falan yazmağa ehtiyac yoxdur. Bu onsuz da hər dəfə döngü dönəndə birincini siləcək. Yəni burada dayanan. Bunu silir və fruit nə düşür bura? Apple düşür da. Apple düşdüyünə görə mən onu çap elədim. İndi içərisində qaldı 2 element. Banan, bir də cherry. Düzdür? Bu dəfə də bananı silmək istəyir. Banan gəlib sildiyini biz dəyişəndə saxlayırıq. Bunu nə ilə qarşılayırlar? Mən sizə deyim. Deyir ki, mən məsələn tələblər deyir. Deyir müəllim, əgər mən bunu silirəmsə, buna mənimsədirəmsə, burada olacaq banandan cherry. Yəni bu formada işləmir. Belə işləmir. Yəni mən deyirəm ki, bu dəyişən yaradıram. Bu dəyişənə mənimsədirəm listin silinmişini. Yəni sil. Nəyəsə sil. Birinci indeksi fərqi yoxdur, nəyəsə sil. Həmin sildiyimiz gəlib düşür bunun içərisinə. Qarışıq gələn hissəsi odur. Hər dəfə də onu biz çap eləyirik və sonda da deyirəm print fruits həm fruitsi, həm də fruity. Yəni həm listi, həm də adi bir dəyişəni çap edəcəm və bunu da döngüdən kənar edəcəm.
Bax, fikir ver. Sonda nə qaldı? Boş list. Çünki bunun artıq içi boşdur. 3 dəfə silinibdi o. Fikir versiniz, bayaqları biz belə şey danışmamışdıq. Biz dedik ki, bu burada nəsə rəqəm dayanmalıdır, len-dən kiçik olmalıdır filan. İndi bu fərqli yanaşmadır. Hər dəfə içərisində bir element silinir. Element silinəndən sonra avtomatik bura boş list düşür. Boş list düşdüyünə görə onun dəyəri false-dur. Mən əvvəldən sizə deyirdim, hər dərsdə soruşurdum. Bax, hansı dəyərlər true-dur, hansı dəyərlər false-dur, hansı data tiplər. Bunların hamısını soruşuram. Bax, bu gün nə üçün olar? Boş listin dəyəri false olduğuna görə bu false olur və bu işləmir. Sonda demişik ki, fruit, yəni listi mənə göstər və fruit dəyişəndə nə var onu göstər. Axırıncı dəfə bu silinib deyə, o silinəni də biz dəyişəndə saxlamışıq deyə, döngü bu şəkildə işini bitirib deyə bizə axırıncı çevir gəlir. Bunun yeri, məsələn, Apple dəyişsəydim, axıra qoysaydım, axırda fruit məndə Apple olaraq qalacaqdı. Deməli, burada da mən belə deyim də, dolayı yolla nəsə azaltdım da. Əvvəl listimin leni 3 idi. Onu azaltdım, gətirdim 0-a çatdıranda artıq nə oldu? Boş list yarandı və bu da döngünü tərk eləməsinə səbəb oldu. Fikir versiniz. Bu indeksləmə məsələsi ilə bağlıdır. Bax, indeksləmə məsələsi. Stringdə də belə bir şey mövcuddur. Bu, yəni listdən 1000 dəfə asandır. Ona deyim. Deməli, tekstimizi biz bu nə zaman dönəcək? İçində heç olmasa bir simvol olsun. Yəni boş da olsa bu true-dur da. İndi hal-hazırda true-dur, onu bilirəm. Amma mən hər dəfə bunu azaltmalıyam ki, axırda bitsin də, bu dayansın. Yəni burada text 0-cı element, yəni burada da bu stringdə dayanan birinci elementi çıxartmaq istəyirəm. Deməli, hər dəfə bax birinci element çıxardım, amma məsələ nədir burada? Mən axı bu teksti qısaltmalıyam hər dəfə. Deyirəm ki, text bərabərdir birinci indeksdən axıra qədər. Yenə bax bunu nə edirəm? Belə edirəm. Gəlirəm, deyirəm ki, print. Bax, əgər belə başa düşmürsünüzsə, bir dənə döngünü dayandırın. Sonra döngüdəki kodları yazın. Başa düşməyə çalışın. Nəticəsinə baxın. Sonra təzədən işlədin. Bu nə deməkdir? Bax, bunu mən kimi izah edər? Keçmişik bunu. Bu nə demək? Birdən başlayır. Hərfləri. Birdən başla. İndi mən bir dənə də print text istəyirəm. İkinci printdə nə çıxacaq? Burada. Birdən başlayacaq. Odan. Hardan başlayacaq? Odan başlayıb təzədən yenə o bir sərfdən başlayacaq. Eldən başlayacaq. Odan başlayacaq. Hello. Görürsən? Gəldim, bəs yaxşı, bunu bir dənə də aşağısında bir dənə də icra edəsən. Baxaq. Görürsən? Hər dəfə birinci simvolu itiririk. Niyə itiririk? Çünki mən burada desəydim 0-dan başla, onu da itirməzdik. Deyirəm ki, sən əvvəlki bunun içərisində nə var idisə, onun özünün içərisindəki dəyəri əvvəl içərisində hello idi. Burada artıq 1-dən başla axıra kimi get. Bunu götürüb qaytar mənə. Götürüb birinci dəfə hello tekstin içərisində. Bu kod nəyə göstərir? Hər dəfə o 0-cı indeksdə dayanan biz hərfi itiririk və yaxud da nədirsə də hansı simvoldursa. Hər dəfə bu kod icra olunanda bax bu. Əvvəlki sözündən birinci hərfi itirilmiş olur. Və yaxşı, indi mən sizə sual verirəm. Burada mən birinci burada çap eləmişik nəyi? Birinci simvoldu, yəni 0-cı indeks deyək də. 0-cı indeksi mən çap elədim burada. Bu təzədən icra olundu. Gəldi burada. 0-cı indeks nə olacaq? Bir dəfə icra olunub. Olacaq. L-dursa L olacaq. Yox, 0-cı indeks E olacaq. Təzədən bir də gəldi. L-dan buradan götürdü. Bunun 0-cı indeksi L. Bunun gəldi bax bunun. Sonra yerdə bir dənə qalır. Bunun elə 0-cı indeksi ilə özüdür. Sonra heç nə qaldı boş string. Gəldi bax axırda belə olacaq bax. Tekstin dəyəri belə olacaq. Çünki hamısının 0-dan sona qədər getdi. Boş string və nəticədə bizə nəyi verdi?
Axırda bizə false verdi. Döngünün işi bitdi. Yəni bu formada gedir. Burada yenə i yoxdur. Stringi azaltmışıq. Bunu da yazaq düzgün. Belə. Bax, indi işlədək. Yaxşı versiz. Ümumiyyətlə, bax, bunu qurmaq, bunu başa düşmək, belə şeylərdən istifadə etmək, bunlar hamısı algoritm, düşüncə qabiliyyəti sürətləndirməkdir, algoritm qurma bacarığı, problem həll etmə bacarığı, bunların hamısını inkişaf etdirir. Ona görə proqramlaşdırma ilə məşğul olan insanlarda bunlar üstün olur. Çünki siz hər dəfə fərqli bir həll yoluna baxırsınız da, özünüz tapmasaz belə, o qədər baxırsınız, axır siz də nəsə kəşf edəcəksiniz, nəsə bir problem, öz yöntəminizlə bir problem həll edəcəksiniz. Yəni, sadə məşğul olmaq lazımdır. Bir məsələ var, bax, sənə teksti verib, deyir ki, bunu hər dəfə birinci hərfini çıxartmalısan da, yəni, hər bir hərfini çıxartmalısan. Sən də fikirləşməlisən ki, mən bunu nətər eləyim? Hər dəfə birinci simvolu itirim ki, mən gələn dəfə onu çıxartmayayım. Onda da birinci simvolu itirmək yolu budur. Birdən başda axıra kimi. İndeksləmə. Buna da baxaq, bu da maraqlıdır. Hər bir data tipində fikir verirsinizsə, ayrı bir situasiya yaşanır. Buna baxaq. Deməli, nədir? Dictionary-dir. Və biz nə eləmişik? Demişik ki, dictionary nə qədər doludur, döndürəcəksən. Deməli, yenə mən burada nə etməliyəm? Silmədən istifadə etməliyəm. İçərisində hər bir dəfə dönəndə bu döngümüz, içərisində heç olmasa bir dənə nəsə silək ki, bu azalsın və sıfıra düşsün, içi boş olsun. False olaq, işimiz bitsin. Burada biz nədən istifadə eləmişik? Yenə mən bax bunu alıram yoruma. Deyirəm ki, burada başqa sözlər də ola bilər. Uyğun sözlər budur da. Key value bərabərdir my dict. Bayaqki məsələyə oxşuyur. Bu Python print key. Düzdür. Deyirəm ki, hələ key value-ya məni gətir, baxaq nə düşür. Y8. Versiz, bax, nə eləmişəm? Pop item nədir? Silməkdir də. Demişəm ki, sil pop item. O götürüb nə edirdi? İkisini bir yerdə silir də, key ilə value-yu bir yerdə silir. Sildiyimi mən nələrdə saxlamışam? Demişəm ki, birincini burada saxlayacaqsan. Key-i keydə saxla, value-nu. Burada başqa sözlər yaza bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, A. Bu biraz nəyə oxşuyur? Unpacking-ə oxşuyur da, parçalama. Düzdür? Bax. Deyirəm ki, AB adlı qutularımdır. Onun içərisində A-ya düşəcək sildiyin həmin o buradan sildiyin nədirsə, onun keyi düşəcək, yəni qrup şəklində orada və komplekt. Buradan sildiyin keyi düşəcək A-ya və olsa da düşəcək B-yə. Məcbur deyil. Prosta uyğun söz fikir versiniz orada key value-dur da. Daha başa düşüləndir. Ona görə biz key value yazırıq. Yenə bax, A-ya nə düşdü? Y, B-yə də 8 düşdü. Silirik və onu dəyişənlərdə saxlayırıq. Bayaqları fruit, düzdür, onu bir dəyişəndə bir dəyər saxlamışdır. Çünki listdən bir dənə dəyər silirdi. Ona görə onu məcbur edir, onu bir dəyərdə saxlayaq. Amma burada mən məcburam ki, daha yaxşı olar ki, iki dəyişəndə saxlayayım. Birincidə saxlayayım key, ikincidə saxlayayım value. Bu prinsiplə işləyəcək. Bax, burada. Fikir versiniz. Sildi. Deməli, bax, bunu təzədən aktivləşdirirəm. Nə edir? Götürüb bunlardan təsadüfi siləcək. Sildiyiniz saxlayır nədə? Key value-da. Key value-nu çap elədi. Key value-nun dəyərləri var. Məsələn, Y8. Amma gəldik təzədən bir də həmin key value-nu biz bilirik ki, Python bu tərəfdən çox rahat yanaşma eləyir. Əslində bizə bunun ziyanı olur. Amma məsələn, faydalı olduğu yerlərdən biri budur. Yəni, key value adlı dəyərlərdə mənim dəyərim var. Axı, Y8 düşmüşdü də.
Sonra onlar çap eləmişik və təzədən gəlir onlara nə edir? Təzədən bir də silmə. Yerdə qalan nə qalıb? Bu x9 qalıb da. Bunu da silir və sildikləri gəlib düşür key ilə value-ya və onlar çap olunur. Ekrana çıxır. İndi baxaq. Bax, bir dəfə sildi, bu qaldı. Bunları key value budur. İndi mən aşağıdan başa düşmək üçün sual verirəm sizdən. Deyirəm ki, print key. Key soruşuram, value soruşuram. Mənə bax bu print nəyi verəcək? Bu mənə desəm Fatimə. Fatimə səsin gəlir. Mən yaxşı başa düşə bilmədim bunu. K verən 9-u verəcək burada. Aha, görən nə verəcək? X verəcək Fatimə. Mən yaxşı başa düşə bilmədim. Bax, demişik ki, my pop item bu nə deməkdir? Yəni mənim listimdən bir dənə key, bir dənə də value'sunu sil, götür. Siləndə sadəcə onun həmin o birincisini bunun içərisinə qoy, ikincisini də bunun içərisinə qoy. Burada da bu key value'sunda bunu götürüb key'ə qoy, bunu da buna qoy. Yaxşı, silirsən, mənim dictionary-mi məhv eləyirsən, amma ən azından bunları qoy bura, sonra da çap elə. Burada gətirib x-i qoy key'ə, 9-u qoy value-ya və çap eləyir. Sonra yerdə nə qaldı? Bir dənə bu qalıb da. İndi içərisində çox da ola bilərdi. Key value bir dənə bu qalıb. Bu dəfə də yenə key value-ya nə düşəcək? Gəlib siləcək, y düşəcək key'ə, value 8 düşəcək value-ya. Və çap eləyəcək 8, y8. Düzdür. İndi yaxşı. Bax, belə vururam. Vurdum. y8 nədir? K y imiş. 8 də value imiş. Təzədən bir dənə də sildi, saxladı onu və burada x var. Çünki axırıncı dəfə k bu bilsiz nəyə oxşuyur? Bax. Buna oxşuyur. Mən sizin deyəcəm, başa düşəcəksiniz. Dictionary qoydum qırağa. Deyirəm A bərabərdir nəsə. Düzdür. Mən printi burada eləsəm nə verəcək, burada eləsəm nə verəcək Fatimə? Birinci nöqtə eləsək, nəsə düşəcək. Salam nöqtə eləsək, salam. Salam. Çünki, amma məsələn, mən sənə deyə bilərəm ki, mən axı yaradanda belə bir şey yaratmışam. Demişəm ki, nəsə olsun içində. Bəs niyə salamdır içində? Axırıncı hansıdırsa bizə printdə onu verir də. Həmin məsələdir də burada. Burada key ilə value elə bir ki, A-dır da. İçinə nəsə qoymuşduq, sonra salama çevirmişik. Əvvəl nəsə nədir? Y8 düşür də birinci. Birinci bu düşür. Y, value da 8. Şey versən, düşdü. Y imiş. Sonra axı bu döngü bir dənə dönəcək. Çünki içində nə qalıb? Bu qalıb da. Bu qalıb içərisində. Bu tam boş olana qədər bu dönməlidir. İndi bu səfər məcburdur bu yerdə qalan bunu seçsin. Bunun x-i gəlib düşür k-yə, value gəlib düşür 9-u gəlib düşür value-nun içərisinə. Deməli k axırıncı dəfə nə olub? X. Qutarı getdi. Axırıncı dəfə x oldu. Deməli x. Aydın oldu. Getdi. Burada çətin bir şey yox. Əvvəlki mövzuların elə bir davamıdır. Sadəcə burada bir dənə çaşdırıcısı budur ki, 2 dənə dəyər eləmişik. Çünki bu silmədən 2 dənə dəyər gəlir. Biz onu 2 dəyişəndə saxlamalıyıq. Yeni bir də value. Çaşdırıcısı olub tacı. Budur. While budur. Yəni biz o while-i necə özümüzdən nəsə kəşf edə bilərik. Elə bir şey, elə bir sistem qura bilərsiniz ki, heç proqramlaşmada heç kim istifadə eləməyib, məşhur deyil. Amma əsas odur düzgün işləyir. Dönür və hardasa qırılır. Məntiqi şəkildə. Ya bir data tip verirsən, içərisindəkini silirsən, onu print edirsən və yaxud da hansısa bir məsələlərdən keçirsən, ya da nə edirsən? I dəyişəni yaratsan, onu artırsan və yaxud da azaldırsan, ondan kiçikdir, nə bilim, sıfırdan kiçikdir. O məntiqi başa düşdünüz, əvvəldən onları danışdıq. Bunları bol-bol praktik eləmək lazımdır və bir dənə əsas məsələ while necə, nə qədər işlədirsiniz, bir dənə eləyin ki, burada sonsuz axıra qədər true olmasın. Nə vaxtsa false-a çevriləcək bir sistemi qurun ki, fikir versiniz, bunu silmişəm. Hər dəfə döngü dönəndə təsadüfi içərisindən silir. Təsadüfi sistemində pop item həmişə axırıncını silir.
dikşinənin axırıncı K-ni və vowelsunu silir və bunu da saxlayır. Yaxşı, bir dənə şey deyim, yekunlaşdırıram. Maraqlı bir məsələ. Amma siz məhkum edəcəksiniz də. Bunu necə eləyək ki, bu adam yalnız hərflərdən ibarət bir söz yazmasa və uzunluğu 3 hərfdən qısadırsa, təzədən bir də adını soruşuruq. Vaili mən yazıram. Vail. Yalnız hərflərdən ibarət olsun. Aha. Neyim, istigit. Neyim? İflə yazırıq da vali. Belə yazaq. İzal vardı ya. Rəqəmlər, hə, izdigit. Hə, is digit nə idi? Rəqəm. Yalnız rəqəm. Rəqəm. Bəs hansıydı? Ancaq hərflər yoxlayan. İzalfa. İsalpa. Zal. Düzdür. Onun qarşısında belə yaza bilərəm. And. Then. Name. Böyükdür. 2-dən. Heç olmasa 3 hərfli olmalı da. Məsələn, Əli. Bu şərtlərdən biri pozulub. Ya yalnız hərf deyil, ya da ki uzunluq, yəni adın uzunluğu 2-dən böyük deyil. 1-dir, boşluqdur. Onda nə deyirəm? Bax. İşləyəcək, işləməyəcək sizcə? Yox, false-da işləmir bu. Bizdən hələ burada dayanacağımız var bizim. Adınızı yazın. Yazacaq, yoxlamalıdır. Nə zaman bu döngü bir də dönəcək? İndi mən qəsdən burada səhv buraxmışam. Bu səhv mənim prosta deyil. Orada 2 dəfə ad yazmışsınız, daxil eləmişsiniz. Məncə deyil. İndi bu işləməyəcək sizcə? Mən sizi taşdıram. Gah deyirəm düzdür, gah deyirəm səhvdir. Əgər bilirsinizsə, düzgün işləyir, işləmir. Onu mənə açıqlayarsınız. Mən çox şey deyirəm. Orada müəllim 2 dəfə neyim əlavə eləmişsiniz? Nəsə şərt qoyaq iflə. İşlədək baxaq. Adınızı yazın. Deyirəm ki, adım. Not yazmamışıq da mən. Not yazılmalı. Harada yazmalıyım? O alfanın qabağında. İzalfa. Yalnız hərflərdən ibarət deyilsə və Məni onunla əvəz edəcək və ya. niyə orla əvəz edirik? Bu ikisindən biri true olsa bəs eləyir. Yəni əgər hərfi hökmən bizə 2-dən böyük verməlidirsə, Məsələn, belə bir şey yazın. Yazın bir. Adınızı düzgün yazın. Adınızı düzgün yazın. Deyir. Yaxşı, belə bir şey yazsam. Görürsən, hər daha deyir biz. neyimin qabağına not yazacağıq ki, Hərflər yazılan qarşısında rəqəm yazın. Adınızı düzgün. Bəs mən belə yazdım. Oje düzdür. Bunu da düzgün. Niyə? not yazmalıyıq da qabağına. Eğer ki, true olduğunda false versin. Hərflər yazıram. Bir dənə də rəqəm. Hərflər yazıram, rəqəm yazmıram. Yəni kod run olmadı. Hı? Kod düzgün run olmadı. Necə olmadı? O birinci adınızı yazın soruşmalıydı.
Rana basandan sonra. Sonsuz getdi. Mən bunu şey deyək. Terminalı bağlayıb tək çalışacaq. Hı -hı. Bu ad yazacaq bura. Yəni, bu məntiqi düz qıraq da. Bu yalnız hərflərdən ibarət deyilsə və ya uzunluq. Əslində və ya niyə burada və ya dedik? Mən deyil ki, Ən dolu əslində. ya bilim qarışıq, çox qarışıq oldu ya bu. Belə eləməyək. Belə daha elə bir başa düşülən oldu. İşarəni səhv qoydunuz yazımı. Nə elədim? İşarə. O böyük şit qoydunuz. Olar, olar. Yaxşı, belə oldu. Sonsuz dönməsin. Sonsuz nə zaman adınızı düzgün yazın. Bax, burada da nə yazıram? S break. Bitirəm ki, yaxşı. Ad uzunluqdan, yəni adın uzunluğu 2-dən çoxdursa, gəlsin, girsin bura. Bu if ya da else işlədəcək. If-i nə zaman işlədəcək? If-i nə zaman işlədəcək? Əgər true-dursa, ancaq hərflərdən ibarətdirsə, name, burada not yazacaq. Ancaq hərflərdən ibarət deyilsə, adınızı düzgün yazın. Bir də istəsin. Ta ki, uzunluq 2-dən böyüksə və ad yalnız hərflərdən ibarətsə, break versin, döngünü tərk eləsin. İndi yaxşı bir şey yoxlayaq. 2 hərf. Yenə tərk elədi. Niyə? 2 hərf yazanda ümumiyyətlə bura girmədik. Valin esində yazsaydıq. Bura girmədik. Valin esindən də istifadə edək. Düz deyir. Yes. Çünki bu 2 hərfdən bazı yazmayıbsa, ümumiyyətlə bu döngüyə girmədi də. Biz bunu da nəsə fikirləşmək lazımdır. Onu bir dənə də götürürəm, atıram bura. Prosta, bir dənə də istəsin. İstəsin, amma təzədən bir də bura qayıtmayacaq da, o da var. Yazıram məsələn. Buradan yazırıq. 2 dənə enter. Adınızı düzgün yazın. Yenə 2 dənə hərf. Burada funksiya lazım olacaq da, belə olan halda. Funksiyasız bunu həll etmək üçün biraz da fikirləşmək lazımdır. Tapşırıqlardan elə biri budur. Bunu mən istəyirəm kimsə nəsə bir fikirləşsin də, həll eləyə biləcək, eləyə bilməyəcək o sonraki məsələdir. Ən azından nəsə fikirləşmək olasın. Bu tipli şeyləri funksiyalarla daha rahat eləmək olur. Hər dəfə çağırırsan ki, adını yaz, adını yaz, adını yaz. Burada müəyyən qədər biz düzəltdik hələ ki, elə. Bilirəm ki, beyinlər yanıb. Suallar varsa buyur.